Bir də doktor, bəzi izləyicilərimiz yazırlar ki, bizdə çox qaz olur, qazı saxlaya bilmirik və bəzən də biabır oluruq. Bu nə ilə bağlıdır? Qeyri-ixtiyari baş vermə, baxın, bağırsaq varsa orada qaz da var deməkdir. Və aşırı qaz da, yəni çox qaz. Əgər aşırı adam var ki, deyir ki, elə bir şeyim yoxdur, amma çox köpüm var. Müalicə ilə keçib gedir. Amma adam da var ki, deyir ki, köpüm olur. Siz dediyiniz məsələ ki, çıxardıram qeyri-ixtiyari olaraq. Əgər o köp aradan götürsə, yenə bu ixtiyari olaraq qeyri-iradi gedirsə, orada sfinkter var, ha, o anusda, arkada olan adamı sıxır, ha. Orada demək ki, orada sinir əzələ problem var. Həmin insanları biz ya proktoloqa, ya da nevropatoloqa yollayırıq. Əzələ mi boşalır? Sinir əzələ boşalması fonunda olur, bəli. Bu əzələ kimlərdə daha çox boşalır? Yəni, nə baş verir ki, bu boşalma yaranır? Əzələ daha çox doğan qadınlardan söhbət gedirsə, çox doğan qadınlarda olur. Bir də yaşlı insanlarda daha çox olur. Bir də ki, etik kənara çıxsaq da belə, yəni anal nahiyədən cinsi əlaqədə olan insanlarda o boşalmalar daha tez olur. Qaldı bunun müalicəsi. Bəzən o əzələ boşalması hətta cərrahiyyə ilə də bərpa olunmursa. Bəli. Yəni, çox ciddi bir zədələnmə varsa. Bilirsiniz, orqanizmanın ən həssas, orqanizmanın damarlardan və sinirlərdən ən zəngin olan sahəsi oradır. Anus nahiyəsidir.